Ben 1923 ildə elə Xıllıda doğulmuşam. 23. Xıllıda doğulmuşam. 41-ci ildə oldu. Nədir, bir dənə samolyotu vurdular. Burada, Xıllıda. Xıllının uğru, duzda var ya orada. Bir samolyotu vurdular, düşdü yerə. Onda da müharibə getməmişdim mən. Düz 12'nin yarısında. Çünkü saat işləyirdi qolunda. Qolu üzülmüşdü, Loçkin, düşmüşdü yerə. Onun bir nəfər adam dedi ki, söhbət etdi, kənardan görürdüm, bu samolyot gəzirdi göydə. Onun üstündə bir dənə samolyot gəldi, balaca samolyot. Nəsə, nə atsa, o qaçdı getdi, bunu dəydi yerə düşdü. Sonra onun bütün qalıqlarını yığdılar, gətirdilər bura, Xıllıya. Onda Xıllı rayon idi. Yığdılar, gətirdilər qalıqlarını. Sonra elə oldu ki, biz məktəbi qutardıq, orta məktəbi. Orta məktəbi qutaranda 1942-ci ilin yanvarın 17-sində gittim əskərliyə. Əskərliyə çağırırlar məni. Borcumuz etdi, getməkdən. Orta məktəb qutarmışdıq. Gittik əskərliyə. Təsə Biləcərdə bir köy girici oldu, əziyyət çəkdik. Ondan sonra bizi apardılar Armaverə. Armaverə apardılar. Armaverə apardılar bizi. Armaverdə bizə söndürdülər paltarımızı, paltar verdilər. Bizə pişinizə vermədilər. Bir sırınma, bir de isti köynək belə verdilər. Hava soyuqdur. Oradan Armaverdən bizi apardılar 8 kilometr lagirə. Axırda nədir? Yay lagirəymiş bura. Yerdə. Taxtadandır. Istıvoruq soğudan, qırılırıq. Sonra bizi Vayan şkolaya getdim. Orta məktəbi olanları, qutaranları və Vayan şkolaya apardılar. Burada bir də prastinə verdilər və salam. Doğurduq, sonra. Sonra bizi anlattılar, dedilər sizi Bakıya aparırıq, isti yerə. Yazı müharibə gedərsiniz. Gətirdilər bizi Prahlatniya. Üzümüz ac yoxsasın, çörək yoxdur, yemək yoxdur. Gətirdilər bizi Prahlatniya, Prahlatniyada bizi çürtdülər. Deyirlər ki, İstolov yaparıq sizi. Hər düşənə bir dənə çapaq verdilər. Kapsiyonlu çapaq verdilər. Onu inanırsan ki, sümüyünə bəlkəm yedik. Acından, ac yedik. Sonra bizi apardılar Prahlatniyada. Lagerler var. Zimlyanka var, yeraltı zimlyanka, qazmalar. Oraya apardılar bizi. Orada qaldıq ta ki yaza kimi. Ayın altında qalxdıq fronta. Gittik fronta. Belə oldu ki, silahımız da yox idi. Bir dənə granat, bir dənə lapatka. Bununla düşdük bizdə da, nədir, fronta. İnanırsan, o qədər minat tökdülər üstümüzə, ancaq ölümdən qutardıq. Hele yerə girmək istəyirdik ya, miniyə görə. Sonra gittik, akop qazdıq. Akop qazdıq, öyle birbirinin yanında bile bir yer satdık bile. Belə oldu ki, akopdan sonra mən çağırdı komandir. Komandir çağırdı, bize silah geldi akop dolunda. Köhnə silahlar geldi, yağ da verdiler bize. Təmizlədi, 160 bronzadını elədi, oldu. Yaxşı. Komandirim mənə çağırdı, öyle bile dayanmışdık ikimiz. Bir də mina düşdü ikimizin arasına. Allah'a and olsun. Lap ayağımızın altına mənə hiçbir şey olmadı. Bir kişinin kışları gitti. Özü de deyəsən İsrail millətindən idi. Ayaqlar gitti, onun kışlar gitti, onu apardılar.
Nəysə oradan torpaqdan bir də daş qopdu, burama dəydi. Buramdan qan töküldü. Dudağımdan. Ondan sonra gittik ya yerimizə. Axşam bizi qalxdılar. Təzədən yerimiz dəyişdilər ki, güya ki, qoşun gəlib də. Təzə qoşun gəlib. Yerimiz nə qədər gülləyə atdılar. Gördüm bir dənə böyük dərə var. Belə bir dərə var. Üzümü atdım dəriyə, bomba yeriyormuş deməni. Gördüm bir dənə qız var. Burada, insan qızı. Ayağında da patinka. Burada qalmadım, onun yanında. Qızın yanında dedim, qoy ölsən də qoy qırağa da ölüm. Belə oldu ki, özümü atdım qırağa. Nə qədər güllə yağdılar, yağış, həm də yağış yağır. Belə yağış yağır ki, nə təhər. Ondan sonra bu akopda olanda hələ mən yuxumu gördüm. Yuxumu gördüm. Bir də tüfəngi təmizləmişdim. O dala getdim, biraz danışımda. Tüfəngi təmizləmişdim. Beləncə elə dayanmışdım, yatmışdım. Gördüm, Fatih Zahra. Fatih Zahra yoxuma girdi. Mən də bir nəzir götürmüşdüm, böyüdən nəzir gördü. Bir dənə 5'li qızıl idi. Anam verdi mənə. Dedim, bəlkə lazım olar mənə, vaxtlar. Bəlkə yarım kilo çörək edər bu. Dedim, onu nəzir edim Kərbəlaya. Kərbəlaya nəzir edim, yuxu tutdu mənim. Dedi, oğlum, sən nəziri apardım Kərbəlaya. Ondan sonra ayrıldım. Qatən məndə qorxudan heç bir şey olmadı. Mən elə bir səngələşliklə biriydim, müharibə gözümə görüşmədi. Ondan sonra həmən günün axşamsı bir də bizim yanımda Türk balası vardı, Türk kişiydi, 40 yaşında. Dedi, oğlum sən qorxma. Sən qorxma dedi, sən heç səni qutardın. Belə olur ki, həmən o bomba yerinə düşəndən sonra çıxdım oradan, yağış yağır, güllər tökürlər, avtomat güllər. Belə oldu ki, gəldim, bizə yer verdilər, hər 5 metrəyə bir dənə akop qazdıq buradan. Akop qazdıq, indi dayanmış o akopda. İndi həmən günün səhəri yuxu gördüyüm səhəri. Bir dənə gəldim, mina düşdü. Mən promo kapımın qırağına düşdü. Bir qarış var, beləncik. Elə şəhər düşsə, elə kifayətdir, heç partlamasa, heç bir şey lazım deyil. Belə mən ölməliyəm. Partladı, qırağda partladı. Deyildi ki, torpağı, tüstünü, hamısını töktü başıma. Mənim elə bir dəfə Vaydədə dedim. Vaydədə dedim, məndən 5 metr qırağa Nərman var, 4 kəndindən buradan. Ondan dolayı Əzizdir, mənim əmim oğlu. 5 metr. Dedi, gördüm, səs eşitdim. Dedi ki, Əziz, Malik öldü. Bir oldu ki, sakit olundan sonra çağırdı məni Nərman. Çağırdım, Malik, dedim, dedi, nə oldu? Dedim, valla minanı partladı, ancaq heç bir şey olmadı. Mənə heç bir şey olmadı. Dedi, Allah'a çox şükür. Belə oldu ki, axşamacan qaldıq, axşam saatlar bizi qırağa atdıq aytər. Gəldik, atdıq aytər. İstirahatlı eləməyə. Silahımızı aldılar əlimizdən. 6 nəfər qaldıq. Hələ məsələn bir yerdə bu kuxanın yanında yer verdilər bizə.
Silah yok idilər, başqa adama verdilər silahı. Böyle oldu ki, bir kalmıştık orada, yatmıştık, kalmıştık. Yatıp kalırdık kunan yanında. Yemeği bize verirlerdi. Bir oldu ki, gördüm ki bizden zat düzeldirler. Hızlık düzeldirler. Bölüydü ya, bölük. Azerbaycan'da bölüydü. Hızlıkta bölüydüler. Bir tane komandirdi, yığıp başına adamları, bir 40 tane adam düzendirler. Geldiler, mede götürdüler. Mede götürdüler. O birisi kaldı uşaqlar. Ben əmmim oğlu, hemen Nərman oradan kaldı. Ondan başka Rus, bir de Rus vardı, o kaldı. Bir de tüfeğin verdim bana. Akşam saati gidiyoruz keşfiyata. Bir tane çay var, o kesecek, oynar, keşfiyata gidiyoruz. Mesela ben qarıldım, baktım uşaqlara. Qarıldım, baktım uşaqlara. Baxanda komandır geldi, silah aldı məndən. Aldı məndən, Rus'u çağırdı, Rus'a. Gör Allah'ın işine bakıyor. Bu Allah'ın yolu diyor musun vallahi. Verdi Rus'a, onlardan bir nefer gelmedi. Hemen gidenlerden. Hamısı kırıldı gece. Sonra ikinci defa gelir bizi apardılar bu harbiye. Gittik geldi bu harbiye. İsraflık eləmişik silah verdiler. Gittik. Apardılar bizi. Ama biz sakitlik bu aramızda yoktu. Neyse. Bize dediler ki qabaqda gidin. Səhər sizə nədir, yer verəcəklər. Herkesin pozisiya tutacaq, yer tutacaq. Almanların zamanı. Öyle biraz gitmiştik. Kürtkədə bu Almanlar danışır. Almanların ses gelirdi. Ben siv yazmışdılar. Sonra bilmişim ben, siv yazardı. Almanlar Harry'nin danışırlar. Belki yağış yağır. Düşdük gəldi meşəyə. Qayıtdıq, qaçdıq. Geri. Geri qaçanda ancak komandır batalyon belə şişman bir tane tepe var. Onun başında oturup orada. Hiç kulağına girmir. Ki bura muharibədir, nədir? Sanitariyayla oturup orada. Söhbət edirlər. Onda gördüm ki 3 nefer asker gelir. Asker gelir. Askerlere dedim uşaqları itirmişəm, bilməyimiz oldu. Ben tek kaldım, gittim uşaqlardan. Dedi ki, düz git buradan. İras gələrsən uşaqlara. Öyle düz gittim. Böyle oldu ki, rast geldim uşaqlara. Gördüm ki, pogreb var, kartoşka qadı evi. Boşdu, hiç de yoktu. Yemeği özümüze acık, Allah'a andolsun. Böyle acık başka türlü. Pogrif'te kaldık akşam. Akşam kaldık Pogrif'te. Seher durduk. Ancak tanrılar gidiyor. Hara gidiyor bilmiyoruz. Seher durduk gördük, hiç kes yoktu da. Muharebe yok, radyo. Akşam böyle gidip ben kabağa kalmışım. Muharebe gidip biz kalmışız dalda. Bizi satırlar da. Satırlar? Satırlar bizi. Ne ki bizi yok bütün polku satırlar. Düzgün satırlar. Çıktık meşeye. Meşede zad var. Ne diyor? Yer alması var. Bizde dombalan deyirlər ona. Yer alması kartoşka kimi yerin altında çıxır. Ondan dartıb yiyirik az yox. Tek olur orada. Ondan başka ot var. Ondan otlarını otluyoruz. Yiyirik. Onda gördük ki Almanlar çıktı benden. Almanlar çıktı. Ancak geldiler, bunlar yakınlaştılar bizi, tuttular bizi, silahımızı aldılar elimizden. Deməli bunlar Ukraynistlərdi. Əksəriyyəti Ukraynisti.
İçində bir dənə, iki dənə Alman var. Nə dedi? Yuda Alman dedi. Deməyə mən demək güysən, dedim də. Dedim də, Ukrayna nə dedi ki, sən bilirsən nə deyir o sənə? Dedim, yox. Dedi, sən deyir güysən. Dedim, yox, o da Azərbaycan, nəyəm mən belə falan. Dedi, dokumenti sağa, bileti sağa attım, gördü Azərbaycan, nəyəm, şallah deyir, Azərbaycanlıdır bizə. Dedi, dokumenti saxla üzündə. Nəsə apardılar bizi arxa tərəfə. Arxa tərəfə bir dənə də acından ölür yazar. Bir dənə Grek var. Qresiyalıdır. Bizdən bir yerdə olub. Alman dilini yaxşı biləcək. Bunu saxlayırlar Zidatda, nədir, frontun adında, ayağında. Saxlayırlar ki, bu Perevoskimdir. Bizi gördü ki, bu Grek, adı Daniel'dir. Daniel görəcəyin bizlə Azərbaycanca bilir də. Qucaqlaşdı bizlə, öpüşdü bizlə. Dedi, bir saat gedim kuxunaya görüm nə var. Getdi, kuxunaya getdi. Zaten nədir, qazanın devinin zaten dedi, vallahi yemək qutarıb, ancaq qazanın devidir. Qazanın devi xeylə gətirdi elə belə. Biraz yedik ondan. Yedik, sonra bizi aparırlar, yavaş aparırlar Xarkova sarı. Xarkov apardılar bizi, Xarkov Almanların əlindədir. O 2 dəfə, 3 dəfə Xarkov alınıb verilib belə. Tovsini Xarkovda Keşlər türməsi. Keşlər türməsi. Həmən ki, sonra Keşlər türməsini gördüm. Keşlər türməsini görməmişdim. Apardılar bizi. Nə yemək, nə içmək, heç şey yox, hər şey, nə iş? Qırırıq burada acından, özümüzə acıq. Gətirdilər 200 quruşqa, bir quruşqa səhər, bir quruşqa axşam. Gətirdilər də verirlər bizə kəpək suyu. O da duzsuz. Duzsuz. Burada qalmışım, vallahi təxminən bilmirəm nə qədər qalmışamsa. Lagerdən belə qırağa dedim. Gördüm ki, bir dənə Almandır. Vağondan neçə sürpür belə şey. Paltaranlarını təmizləyir. Bir dənə çörək qırağa düşdü. Belə qırağa düşdü. Çörəyin qurusu. Düşdü yerə, it bunu götürdü. İt götürdü. İti qovdum mən. İti qovdum. Ağzından ölüləm mən də, itinə də. İti qovdum, it çörəyə atdı yerə. Atdı yerə çörəyə, beyaz götürdüm, yedim. İslamımın çörəyi. Ondan sonra nə qədər qalmış ki, bilmirəm. Bir dənə xanqa bizə çörək verdilər. Sizə atbıraq verirlər. Bu çörəyi sırası yedik. Söz yox, 1 kiloluq çörək. Gəldik, indirlər bizi vağona. İndirlər bizi vağona, indi. Sağ olsun Ukraynistanın qadınları. Onlardan çox razıyam, çox. Bizi ölməyə qoymurdular. Ukraynistanlar nədir, o dəmirin arasından da salırıq, nədir, quruşqa da sallayırıq, pencərlər bağlayırlar biləm. Onlar tüstükürlər, kimsə göy soğan, kimsə kartoşka, kimsə xiyar. Əlinə onlar da ağacdılar da, qıtlıqdır da, onlar da qıtlıqdır. Gətir tökürlər, orada quruşqaya çəkir yuxarı. Yoldaşlıqda gərək vəfalı olasan, dostluqda vəfalı olasan. İnansan, Xarkovda olanda mənim bir dostum vardı, adı Hilal. Mənimlə bir yerdəydi. Hilal müəllim idi, mən yaşlı idi. Pirəppə kəndi var, oradandır. Hilal'la bu uşaqlar var, 6 nəfərik. 6 nəfərin hamısına komandalığı mən edirəm. Yemək barəsində. Yemək barəsində nə var? Tərə, Xarkovun küçələri tərə bitib. Bax, buradan, yağlı tərə. Yağlı tərə yığ, deyirəm uşaqlara yığın. Çiğ də olsa yeyək, ölməyək. Yığırlar, əmmi oğlu var.
Bizi öldürürlersen bizi terörün altında. Yığdık nəsə, tərədən yığırıq. Bir dəfə də gəldik işləmə apardılar belə bir adam. Mən bizə işləməyə, hal var işləməyə. Gəlsində Hilal getdi, dedi qarnım ağrıyır, ölürəm. Getdi dərə vardı, getdi dərəyə. Gördüm Hilal gəlmədi. Getdim Hilalın dayıcan, Hilal mən gülləyinlə vurarlardı. Hilal da yıxılıb. Getdim Hilal gördüm, dedi Malik ölürəm. Bak Kur'an'a and olsun, bunun karnı olmuşam, o kadar olmuşam ki, bunda bir tane bədii sözləmə bağışlıyorum ifadəmə görə. Bir nəzis gəlib, asıqda yumru yox, asqolka kimi. Bilirsən ki, daş parçasıdır. Gəlib, bu an üstəliğinin axırına, barmağımla çağırmışam ondan. Deyirəm ki, dostluğu bir atmaya gerek, insan gerek. Sirdaş olsun. Onu xilas eləmişəm, ölümdən. Girmişəm, qoluna getmişəm. O qızlar da bizə maxluq atırlar hərdən birdən, özü də yeyirlər. Maxluqa nədir? Simişkanın qabığı. Onu heyvan çıxarırlar, belə bilinçi quru olur o. Şifir kimi. Onunla ara bir atırlar, yeyirik. Ukrayna qızlar. Neyse. Geldik oradan, hatta Xarkovdan çıxdıq, geldik Lubni şəhəri var. Lubni şəhərinə geldik. Lubni şəhərində bizə çörək verdilər, yemək verdilər. Səhəri 30 kilometr gəllə piyada. Hara gidiyor bilmirik. Gəllə piyada gittik 30 kilometr, çıxdıq da Priyatın şehri var. Ukrayna diyor. Oradan da çıktık, geldik da. Priyatına Pürlük'e geldik. Geldik Pürlük'e. Pürlük'ünde gördük, burada köyüne vayne, vayne patlar var. Kazarmalar var. Bizim Sovyet hükümetinin kazanmalardı. Burada kaldık. Burada bize dediler ki, siz Lyon'dasınız. Lyon. Ölmemeksin de, bazıdan böyle başa sürkün, düşünüzü öldürmedin. Yok. Lyon öyle bir sanki Lyon olsun emud idi bir tane başına vurmağa. Faşistin başına vurmağa emud idi Lyon. Eləsən biz olarak xeyir vermişik. Yok. Lyonu öz çörəyimizi bizə verirlər onlar. Nemiz çörək vermirlər ki. Kolxozu dağıtmamışlar Almanlar. Kolxozdan paslayan bizi için rad gelirdi. Toyuq, yumurta, mal, inek. Bizi yiyiciler orada biraz kökəldik, yaxşılaşdıq. Ondan sonra apardılar bizi Germaniya. Germaniya aparanda onda da Metin Hüseyinzadə sonra bilmişəm, ne tanırdım. Başka istediğine geldiler onlar. Onda advokant işlirdi, ne işlirdi bilmiyorum orada. Almanca bilirdi o. Sonra oradan böyle oldu ki burada kaldık. Yayında İtalya silah tökdü. Hemen o vaxtda tabii bəzən belə başa düşür ki, biz Sovyet hökumətinə vuruşmuş, buna qarşı öyle şey yoktu. Allah'a hamdolsun. İtalya onda Badalio hərbi naziriydi. Mussolini ise prezidentiydi. Mussolini tutublar. Aparırlar Sicilya. Badalyo'da emir verip bütün silah töküntüne girer. Stalingrad'da da silah töküle girer. Onlara haber verirler ki, zatlara, bizimkilere, Ruslara da, sağın üstüne silah tökecek.
İtalyanlar. İtalyanlar. O İtalyanın elində nə qədər fazla var, yeri var. Hansı ki, adından qalırlar üzbəüz. Sovet hökumətindən üzbəüz qalıblar. Sovet qoşunlarından. O yerdən silah tökəndə buradan girdilər zatlar. Nədir? Sovet hökuməti qoşundan girdi həmən yerdən. Daha da Axurjeni alırlar. Bu Mussolini'nin edamında da siz, mən bildiyim qədər iştirak edibsiniz də. Kimin? Mussolini, bu İtalyan. Mussolini yox. Edam asmışdılar onu diye. Yox, görməmişəm. Yalan danışam. Onun ölümü necə olmuşdu o vaxtı? Yəni necə deyirlər? Mussolini'nin ölümü bilmirəm. Ancaq belə olmuşdu ki, içdiyimi deyirəm, görməmişəm. Hitler zad göndərir. Adam göndərir Mussolini dalınca. O vaxt vertolyot yox idi, samolyot idi. Kiçik samolyotmuş güya. Samolyot düşür bir təpəyə. Oradan üzə aşağı gəlir samolyot. Üzə aşağı gəlir, dayanmaq üçün də dayanır. Sonra o samolyotu qalsırlar, 3 nəfər yenə də təpənin başına. Hazır vəziyyətdə durmaq üçün, uçmaq üçün də. Bu da hatta Mussolini'də zatda olub. Nədir? Siciliyada. Siciliyada burada 3 dənə isə rota var. Bölüklər var. 3 dənə bölük var. Azərbaycanca rota bölüyü deməkdir. Bölüklər var. Onlar da arxaya buraya heç gəlməzsə. Birdən avtomata tutuldular buranı. Avtomata tutuldular, siz o şey Axurjendəsiz. Axurjendəsiz. Mühasirədə. Mühasirədəsiz. Bir nəfər girir içəri, leytenant. Girer içəri, deyirsiniz, silah atmıyor. Siz mühasirədəsiz. Mussolini'nin yerindəyim. İçdiyimi deyirəm, mən görməmişəm onu. Mussolini oradan götürərlər, apararlar, samolyotla uçurdarlar. Qoyarlar samolyota, uçurdarlar. Görərlər, bunlar heç 3 nəfər, 4 nəfərmişlər ki, elənçi də apararlar. Belə danışırlar, mən o dəqiq deyə bilmərəm. Ölümü görməmişəm. Sonradan orada Metif Cinzada qaçar partiyalara, Tire şəhərində. Tire şəhəri var, qadın. Atletik qadın portdur. Çox böyük şəhərdir. Biz də Tire şəhərinin ətrafındayıq. Sonra orada Nadirli vardı zatdan, Naxçıvandan. Stars leytenant idi. O bizdə Sovet hökumətində stars leytenant olmuşdu. Orada komandır rota idi. Yəni, bəzi adamlar fikirləşdilər ki, elə bunlar getdilər ora məsələn, Almanlara qulluq elərlər, nə ayırlar. Yox, işləyirdi orada. Partisanlarla bir dedik. Partisan bizi neyinirdi? Biz elə partisan idi orada. Neyinirdi bizi ki, mən gidib qoşulan partisana. Tüdənginiski ilə də deyəsən, Tüdənginiski var idi? Tüdənginiski Naxçıvanlıdır. Adı Fətəli bəydir. Güzel adamdır. O bizi bir polku yığdı İtalya'da, Azerbaycan'da. Dedi ki 60 bin bende siyahi var Azerbaycanlıların. Qalan yerde de var ha. Adamında siyahi 60 bindi. Dendiniz ki milli devlet başçısıdır. Hem vayenli yaxşı bilir o. Bu aslında bu Tiger batalyonunun adı olub. Pələk batalyonunun başçısı olub. Belə olub, Pələk batalyonu dağılıb nə olursa, bu adam çox zirəng adamdır. Deyir ki, bizə Allah and olsun, qulağına işitdim, yanımızda da belə. Deyir ki, özə Nemes gendarları var burada. Nemes gendarları var. Deyir ki, nə bunlardan bizə devlət olmaz. Nə də Ruslardan devlət olmaz. Tüdənginskidir. Tüdənginskidir. Biz dedi, özümüz müstəqil devlət olmalıyıq.
Onun ailəsi ilə arvadı Asiya, oğlu Əli görməmişəm, orada danacaq. Hamısı yanındadır. Sonra o Düzəndinsky'ni böyle oldu ki mesela Düzəndinsky cemaati salamat verdi Amerika'ya. Amerika'yla vuruşmuşum. Ben. Amerika'yla vuruşmuşam, ben özümle vuruşmuşam. Öyle oldu ki apardılar bizi gördüler. Ey şarapıyla töküldüler Amerikanlar. Bir şey yanır ne der. Biz burada vuruşmuşuz. Amerikanların yaralıların, ölülerini bize taşıtırdılar sonra. Dil bilmek çok yaxşıydı. Ben İtalyan dilini orada tez öğrendim. İtalyan dili rahat dildi. İtalyan dilinde danıştım Amerikan dilini, sanitariyanı. Ben de əsirliyi görmüşəm, qabağımda nə əziyyət yemişəm. Buna dedim ki, tabii bizim şeylerimiz tökmüşük falan yerde. Dedim, bilirsen dedim. Geldim, orada geçmiş hükümet var orada. Orada paltarımız, alımız, incir çöreğimiz var böyle şey, incir çörek. Almanlar diyor olanda götürdüm hamısını. O apardı ben sanitar. Bu seferleri yoldaşımsını götürdüm. Yoldaşım da Qubalıdır. Qubadandır. Ben qorxağıdır. Dedim bana qorxma. Bunlar bize değmeyecekler. Qorxma. Diyor öldürəcəklər bizi. Nüvəllidir. Ben ikinci nüvəllidim. Şeydir de var orada. Böyle oldu ki yaralarını daşımışıq ikimiz de. O da mən də. Əlimiz birazdan qandı bizim. Əlimizi ovuşdurduq. Saat 10'du belə, işıq, hava işıqlıdır, yaxşı. Əlimizi, ovdum əlimi, bir çörək açmışam. Qanının da olsa ne olsa, torpaqlıdır. Torpaqla olmuşam. Geldim, çörək yemək istedim. Gördüm Amerikan geldi, officer, leytenant geldi, aldım benim çörəyi elimden. Aldım benim elimden çörəyi attım ona. İnci çörəyi onlar, köynək çörəkler. Attım benim elimden, aldı, attı. Sonra böyle balon var demirden. Olan yuxarı tərəfindən kəsikdir. Kəsik var yuxarı tərəfindən. Onu lentlə yapışdırırlar. Lentlə o kəsik kəsirlər. Sonra qoyurlar həmən ağız-ağıza. O lentlə yapışıb. Onun bu qədər ucu qalıb. Lentin. Üstündə hasarı. Həmən qabın üstündə hasarı yapışdırırlar. Hasarı qopartdı oradan. Getdi saldı o lentə. Açdı. Təmiz su. İstedi edilmiş su. Töktü elime. Töktü elime, elimi yudum. Amerikanlar onda Roosevelt ediyor. Roosevelt yaxşı adam olub. Elimi yudum temiz. Ondan sonra açdı mənim üçün konserve qabı belə uzunda konserve qabı var. Açdı. Orada pişmiş yemek. Pişmiş yemek, etli zatlı verdi adamla bir tane gidik. Buradan bizi apardılar dala, arka taraftan. Gittik arka tarafa görüyor, hamısı buradadır cemaati. Ölen ölüyor, kalan kalır. Ölenler var da indi az adamız, çok adam diyor. Sonra buradan keşiflerimi taptım, keşiflerimi vardım. Kol qalabıcağımdaydı orada. Tapdım. Dedi, Mehmet vardı, Allah rəhmət eləsin. Sonra sürgün olanda o Donbass'ta ölüb. Mehmet dedi ki, sizi görürdük biz, baxırdıq siz vuruşanda. Ancaq bizim tərəfdə vuruşma yox idi.
Bir onda gördüm diye Mehmet der. Gördüm diyor bir tane it başın kırık zincirden. Geldi it uzlattı bizim üstümüze. Göre korkusundan. Bomban korkusundan. İt attı, girdi bizim altımıza. Orada bize yemekler verdiler. Bu zatları attılar, aldılar elimizden. Ransları. Aldılar elimizden. Bize paltar verdiler. Amerikanska paltar. Giyindik, elədik. Buradan Tayyip ne diye çadırlara aparırlar bizi, kalırlar. Çadırlara, çöylere geziyoruz. Oradan arkadaşlar bizi parmak da Mısır'a gitmiş. Amerikanlar değil mi? Amerikanlar. Yemek de verirler, yaxşıdır. Dezinfeksiya edirlər, paltarımızdan hamısını. Gittik ta nereden Neapol'a çıktık. Neapol'a gittik. Neapol'da 5-6 gün kaldık. Oradan da Neçə nəfər idiniz müəllim? Neçə nəfər idiniz? çok ne bileyim ne kadar adamlar. Sayın bilmiyorum. Gittik çıktık. Neapol. Neapol'da bilmiyorum valla Neapol'dan gemiyle gittik. Gemiyle gitmişik. Sicilya tarafa gitmişik. Sicilya tarafa gemiyle. Orada bizi boşalttılar. Tabi burada gemi yolu yoktu. Demir yoludur. Gördük yemişler var. Yemişler. Satırlar cemaatler. Bizim pulumuz yok, uzalımız yok. Bizi bindirdiler vagonlara. Gidip çıktık Toronto'ya. Toronto. Kanada. Yok. İtalya'nın Toronto'su var. Toronto'ya çıktık. O Ceblə Tarix boğazının yanındadır, Toronto. Neyse oradan paraxonla bizi apardılar. Da nedir? Mısır'a. Mısır'da biraz var, bir port var. Port Said'da. Port Said'da port var. Buradan bizi apardılar maşınlarla lagerlere. Gittik lagerlere. 500 ayrılar lagere. 500 Rus, 500 Azerbaycanlı, 500 mesela başka millet. Bilensin. Şimdi burada yemek içmek verirler bize, ancak verirler bize İngilizlere burada. Amerikan'a verdi İngilizlere. Sonradan İngilizlere verdiler sizi Amerikan. verirler İngilizlere. Hep verirler İngilizlere. Burada da İngilizler paltar tökürlər lagere. Kim əynə nə giyir, mesela giyir də. Hansı paltarı yaxşı olur. Burada biz zənnət gükdük. Zənnət gükdük, tabi belə bayboy zənnət. Ki bizi aparsınlar Yaponiya müharibəyə. Onda Yaponiyada müharibə getdi, balaca biraz getdi. Belə oldu ki, bize günde gelirler, aksat yaparlar bizimle ki siz gel hara istiyorsunuz sizi verək. Amerika, Kanada'ya gidiyorsunuz. Hara gidiyorsunuz, hara istiyorsunuz sizi oraya verək. Yaşayın da orada. Yok, bir vətəni istəyik. Vətən, inanırsan ki bir tane Ruslardan kaldı, bir tane Azerbaycan'ı koymadık qalaq. İnsanlarımız o kadar vətənpərvər idi. O da diyorlar sizi tutacaqlar, aparacaqlar Sibirə, ev yoxdur, Sibirə tutsunlar, öldürsünlər, ancaq vətənə gedək. Vətənpərvər idik çox. Acıyalaq vətənə gedək. Neyse geldik vətənə. Geldik, bizi getirdiler. İndi Mısır'dan
Təzədən bizi getdik, apardılar bizi Qahire'ye. Sonra İskəndəriyə mayağına baxdıq. Öz adına haqq gedir ki, mən filan kəs oğlu mayağı çıxmışam. Cəngələr azmasınlar. Sonradan üstünü suaq vurur. Bilir də 500 illə, 300 illə töküləcək suaq. Bunun adı qalır. Sonra İskəndərin adını yazır. İskəndərin adını yazır. Deyirlər, olur, deyirlər 4 dənə İskəndər olub. Bilmirəm, o dəqiq deyənmərəm. Sonradan bu İskəndər kurtarırlar işi burada. O mövzular dağılıb, onun yeri göçü, ancaq yeri qalıb. Dağılıb. Oradan gətirdilər bizi nəsə, yenə də Postaydan. Postaydan bizi saldı, mindirlər gəmilərə, böyük gəmilər var. Oradan keçmişik Hind okeanına. Ərəb dənizindən yox, Hind okeanına. Hind okeanına nə qədər yol gəlmişik, orada bizi qoruya gətiriblər. Japonlardan qorxurlardı, Japonlardan bomba atanlar. İngilisler. İngilislər. Hər takma Fızvoda da, hər Vızvodsun bir dənə otaqdır. 4 dənə uzun stollardır. Hər at belinə bir dənə stol. Hər stolun başında 10 dənə kəsə, 10 dənə nivşə, 10 dənə ülkə, 10 dənə qaşıq, hər bir şey bir adamlarsın. Bu ən də paraxodda. Orada bizə yemək zadı yaxşı. Paraxodda gidirik, belə yaxşı kökəlmişik paraxodda, təmiz hava. Nəyəsə gəldik, çıxdıq burada. Fars körfəsi. İran körfəsi. Çıxdıq İran körfəsinə. O da böyükdür, böyük körfəsi, böyükdür. Gəldik ta ki Fərəz çayına. Fərəz çayını al. Fərəz kitəyədir, Dəclədir, bir də Fərəddir. Bunların ikisi birləşir. Ne kadar kaldı? Yani bu Irak'ta ne kadar kaldı? Irak'tan sonra diyorsa İran'a gitti. Irak'ta qalmadı. Irak'ta hatta Abadan'da, düşdük Abadan'da. Abadan'da düşəndən sonra Abadan Bəsri ilə, Abadan da İranındır, Bəsrə İraqındır. Düşdük aşağı düşəndə bizə deyirlər ki, İngilislərin adamları, Azərbaycan bilənlər vardı. Dedi, gedin, qurğu kəsik slotka ilə qara suxarı sizi gözləyir. Onlar dedi. Yəni ki, qırılır da, orada ağzından sonra cəmatı qırılır. Belə oldu ki, gəldik, mindik vatlara, elektrik sıxılara. Elə tunellər var orada, İranda. Böyük tunellər var, yarım saat birdən gedir. Dağların altı ilə. Elektrik sıxı. Getdi, konduktor bizdə Azərbaycandadır. İran Azərbaycanlısı. Tehrandan bizi göndərdilər burada. Bəndərşaha. Bəndərşah Kranestadır. Kaspiyinin qırağındadır. Gəldik Bəndərşaha. Axşam mindik paraxoda. Paraxoda Bakıya. Vayna paraxodda. Bizim vayna paraxodumuz nəyə lazımdır da? Vay. İnanırsan kustuq batırdıq, öldük tayı. Nə anadan gəldiyimiz, süt qırığımızdan gəldik. Okeanda gəldik paraxoddan qəşək. Gəldik, bir sutka, belki yol, bir sutkanın bir az yol gəldik Bakıya. Gəldik, qırağa sahilə vermədilər. 300 metrə dənizdə nöbər atdılar, qaldıq orada. Akşam qaldıq paraxodda. Səhər tezdən orada yer var hatta. Çornogora sığdadır. Bir elə yer var ki, bir dənə vağon girir oraya, eşalon, bir sastav var. Onu heç kəs görmür. Üstü bağlıdır. Sastav gəldi, girdi oraya girib, bizi çağırdılar paraxoddan. Paraxod yan aldı dəniz qırağa. Sağ aldı. Belə oldu ki, 30 nəfər oturdu vağonda.
Oturduq, vaqonda gəldik. Gətirlər bizi Biləcərə. Biləcər, Bakı bilmir ki, biz Azərbaycanlıyıq. İngilis formasında yox. Heç kəs bizi görmür. İkinci gün idi. Kağız da yox. Gördüm, o keçidə var, bloknot var, belə kağızlar var. Bana ver onu. Orada məktub yazdım evimizə. Bloknotla məktub yazdım. Tikə-tikə, bir də buralarda. Nömrələdim, yazdım. Adresimi də yazdım. Həmən adamın da adını yazdım. Dedim, bu da buradadır. Məmməd Qoldandır. Sonradan belə oldu ki, kağızı yumurladım belə daşla. Gördüm bir qadın nəsə siqnal işləyirlər ki, bunlar Azərbaycanlıdırlar. Yaxınlaşır bura qadın. Biraz şaşalı qadındır belə şey. Məktubu yumurladım, daş koydum arasına. Dedim, ana dedim, asıram məktubu. Götür yine bunu. Neçə ildir ta atamın, anamın xəbəri yoxdur. Dedi, oğlum, atla, çarşabın altıyla baxıram. İnsana baxıyor, qorxmur zaten. Qanavoylar vura bilər də, qanavoylar var. Geldi, yaxınlaşdı, götürdü. Dedi, arxayın ol, oğlum. Göndərirəm məktubu. Bir uğraş ki, akşam atam yaşlı adam idi, çok düz adam idi. Onda halal adam idi. Ne isteseydi onu eləyərdi. Atam yuxuda görür ki, bana deyirlər qurban kəs. Qurban kəs, oğlun gəlir. Sonra yoldan məktub yazdıq. Məktub yazdıq, neyse. Onları açtılar. Biz apardı, axırı çıxdı Kemirova, 10 nömrəli şaxtıya. Apardılar bizi bura lagirə. Sibir'e mi? Sibir'də, Kemirova, Sibir diyor, Rusya'da. Apardılar bizi oraya. Orada aparandan sonra bizi yanır olsunlar, kırılır olsunlar. Getdik qardan gətirdik, əritdik, çay qoyduq. Hər yanı müasirədətdir. Qanavoylar var da, bunlar girdi bura. Orada bizi təqət edirlər. Yaxşı adamlar sağ olsunlar. Moskvadan adam gəlmişdi. O, mən özüm eşitmədim qulağımdan. Dedi, uşaqları yaxşı təqət ediyor. Propagandiyotlar olsun. O vaxt Kalinin də yaxşı adam oldu. Kalinin yaxşı adam oldu. Ali Sovyet'in sədri olur. Millət qırılır buradan. Öz milləti də. Qaldı orada təqətlə ilərlər bizi. Sonra bizi bıraxdılar qıraqda. 200 nəfərli bir dənə barak qayırdılar, Çikkəpirdən. Apardılar bizi ora. Yerimizə adam gəldi. Bunlar Ruslardı. Bunların içində tək Azərbaycanlı varmış. Yaxınlaşdım lagirə, bura. Dedim, Azərbaycanlı bəlkəm ola burada. Dedi, var Azərbaycanlı. Sizin yerdən, hardan? Salyandandır. Salyandan kimdi gəlsin? Gəldi bir dənə oğlan gəldi, cavan oğlandı. Məndən biri yaşlıdır, kadro geçti. Dedim, nə lazımdır? Buna kömək edeyim də. Mən qırabı azadam da. Dedi, sırınmam yoxdur şuraya. Nə sırınmam var, şaxta da bizə verirlər. Gətirdim, verdim buna, yedi. Çörəkdən sonra aldım, rağdan gətirdim buna, yedim. Orada tayfalarla da deyəsən, o Sibir'de olanda tayfalarla münasibətiniz olub, o yerli tayfalar yox idi orada. Yox, o sonra oldu. Sonra oldu. Burada ancaq var Şors milləti, Xaxaz milləti var, Ruslar var, Tatarlar var, yerli əhali var. Usunlik şəhəri var, Usunlik bizdən
4-5 kilometrede. Oraya gidiyor biz, pazara gidiyor. Nasıl bir şehirde. Sonra oradan neyse. Oradan Otskı'yla sardım geldim. Geldim Bakı'da ne zilletle, ne eziyetle, pulla, xərclə sardım. Böyle ağır işten ağır işe. Geldim burada neftiyen işledim. Razyetka vardı burada. Burada ağır işti. Şahta da burada. Orada düzelttiler beni. Kaldım orada 2 yıl. 2 yıl işledim. Hatta 46'da. 46'da tutardım geldim. Sonra böyle oldu ki 48. ilde benim dokumentler gelip oradan bura verirler dokumentlerimizi neyse. Burada bir Selyanlı adam vardı. İmkevede. O bir nefer vardı buradan. Ona söyleyip onun dokumentini atıram aşağı. Esasını cıra bilmərəm. Atıram aşağı. Attı Kerimov vardı. Sonra öz boğazını kesti. Yani niye göre? Özünü öldürdü. Sonra Bakı'dan bir nefer geldi zaten. Babayev. İmkevede. Geldi. Dokumentler tədəlilirdi. Baxdılar, çağırdı beni Babayev. Babayev çağırdı beni. Danıştırdı, ne elədi. Ben de oyun almadım işte. Sonra Babayev dedi, akşam səni dövdürəcəm. Akşam səni dövdürəcəm, hissləndi bu mənə. Əlləşdi nəsə. Dedim, mən gedəndə beni gönderen öyle Babayev'di. Voyankomat idi onda. Dedim, bana sen göndermişsin değil mi? Askerliğe. Şimdi bile olur da nakş. Kimin nakşı biledi, kimin biledi. Neyse, şimdi akşam seni dövdüreceğim. Akşam dövdüreceğim seni. Aparım salımını Adonski'ye. Apın getirirler ben salımı Adonski'ye. Geldim, Vətən uğrunda müharibə getmişəm. Mən tutub gecəsi dögəsiz üstündə. Əlimi atdım şalvarıma. Şalvarımın düyməsini açdım bilənçiyi, bağışdım beni. Diziyimi sağdan, buram diziyimi kəndir kimi eləyən belə. Salam boğazıma. Asam özümü, tabi buradan bir şey yoxdur asmağa. Qapının adından, əl tutanından. Mən fikrim belənçi oldu. Ani halda onda gördüm bir kız var. Sefiye adında kız değil. Bizde çörekte işleyir. Bu kaça geldi. Malik kardeş Enköy'de ölür. Benden sonra. Enköy'de yıkılır be. Zenginlikler həkimler gelir. Doktor Mamedov var. Bakıdan o da bizde olur. Mənlə yaxşıdır. Mamedov. Ölüb, Allah rəhmət eləsin. Deyir adam, Mamedov'a deyər ki, akşam olur, akşamdır. Mamedov'a deyər ki, bilmirəm, oğlan Seyiddir, nədir? Mən onunla belənçi əlləşdim. Mən isə məsələn, belənçi hala qaldım. Deyər ki, o ki bizim adamdır. Diğer ne danışsın sen? Diğer bununla. Diğer etibarlı adamdır, diğer etibarlıdır. Diğer onda sen giderler ki ben bıraktılar evi. Git seher gelir. Yavaş yavaş tanışırım. Diyor ki sen gel biz işte. Agin. Enköy'de dedi. Enköy'de dedi. Agin burada da esirde çok tane işleyir. Hani esirler var. Adamlar var, züre insanlar var. Tezən müharibədən çıxmış yerdə. Dedim, yox, onu mən eləyə bilməyəcəm. Dedi, olmasa sən 6 il gedəsən sürgünə. Mən neyləyək, 6 il gedərəm, ancaq o agent olmaram.
Dedi onu da bilirlər. Gel kol çek, kol çektim. Dedi ki 3 ay ərzana adamlar toplayacaklar her yerden. 2 tane, 3 tane, 5 tane mesela. Tabii bir de evde gönderme olmaz ki. Sarsam gerek olsun. 3 ay oldu. 3 ayda akşam yuxumu gördüm. Yuxumu gördüm, gedirəm. Gönderdiler. Özü yuxuda mən ağ sap görəndə su yolu olar məsin. Ağ sap görəndə su yolu olur. Qara sap görəndə dəmir yolu olur. Şimdi yuxuya bax. Yuxumu gördüm. Qara sap gördünüz, elə mi? Qara sap gördüm yuxuda. Gedəcəm. Gördüm ki, zaten 2 tane kırmızı bak gelir. Başında vaxt değişen vaxt. Allah rahmet eylesin, heybət kişi var burada. Dedim, heybət dayım, mənə ört gəlirlər onlar. Dedi ki, ne danışdın sen? Elə şey olmaz, darıxma, belə falan. Dedim, vallahi mənə ört gəlirlər, yuxumu görmüşüm. Dedi, ged evə. Dedi, ged evə paltarı da değiş ki, sabah. Gelersen de getirirler seni buraya. Gittim, geldim eve rağbet başladı. Paltarımı yudum biledim. Paltarım vardı, yudum çemedana. Sonra atamla ne bilsinler, koca kişi de, türmeye giden deme. Dedi ki, atam dedi ki, niye sen kaçtın bana? Türmeye görürler de, bilirler, elinden alırlar, dögenler üstüne. Dedim, yok ata, dede diyor biz nasıl yani. Dedim, ben o adamlarla gezirəm ki, o adamlar temiz değiştirirler, hayat başka türlü. O adamlar Germanya'da, İsrail'de, haricde olur. Geldi doğrudan, getirdi Ermenistan'dan, Mesi'ye. Her bir neferden ki Kırlı'dan hazırlandı. O da tuttular, getirdiler. Aileliydi mi? Aileli gördüm. Bizi Açır başından apardılar Bakı'ya. Apardılar Paramı Keşte sürmesine. Ondan gördüm Meşralan'da 4 nefer adam geldi. Selyan'dan 2 nefer geldi. Ondan sonra her yandan vardı. Nasıl orada adam tapır da yerler. Birbirine. Neyse, bir tane büyük zatlı binadayım, onu temizleyipler bizi için. Keşte türmesini. Yurlar temizleyipler. İnanın Allah, şu gözler olmasın, görmesin. Türemişler buna ne gün dedi. O vakti muharebelerinden. Kırılırlar ağzından, zırıl zırıl paltar ellerinde. Şimdi kelime içinde. Bizde de gelenler var. Bizim taraf medenidir mesela. İle yerden var, pakrışka gibi yani. Bu ratlar ne diyeyim? Bu indine Qəbələdən. Qəbələ cemaatı yaşıyor. Ayarlarında pakrışka. Sarı da yok, değer de yok. Pakrışka yazırlar. Sakataladan gelirler. Ayağında ayakkabı yok, bir de çorabla gelir. Bunlar bu Almanlara əsir düşənlər idi də, bunlar tezdən Almanlar çok tezden Rıçırk'a gidip gönderler. Neyse bizi geldiler. Nahçıvan'dan gelen var. Ancak birbirimizi tanıyıram. Nahçıvan'dan var bir de tanıyıram. Ondan sonraki Bakı'dan var tanıyıram. Ancak birbirimizi dindirmirik. Evet. Onlar ki bizden soruşurlar ki kimi görmüşsən? Kimi görmüşsən? Heç kesi. Satmırsınız da yani. Satmırlar birbirimizi. Ondan sonra biz onunla Sibir'e gittik. Gittik Sibir'e. Hara gezdik, hara. Gittik Promo Abakan'a. Evvel yolu kutar orada. Abakan'a. Kanavoyla gezdik ya. Yurtta Abakan'da Aşinski var.
Açıkçası şu bizə aparırlar məsələn ki, doğundan pul yığırıq, lazım olan şeyləri alıb götürürlər, yiyir gibi. Açıkçası gördüm o da bu Ermənilər, Fars erməniləri. Fars ermənilərini allatdılar o vaxtı. Mən də buradaydım. Allatdılar, gəldi bura Fars erməniləri. Gəldilər bura görürlər, burada vəziyyət başqadır. Bunları qaçmaq istədilər. İrana gəldi. İrandadır Fars ermənisi. Bunlar bu səfər basdılar Sibirə. Bizi göndərdilər bura Sibirə. Açıqdan o ayına ixtiyarımız yoxdur girməyə. Azərbaycançını bilirlər. Fars ermənilər. Sonradan yerli tayfalarla nəsə münasibətləriniz var idi bu? yürürdük yerli əhali ilə. Əhali bitpərəstliyi. Bunu da təmiz bilmirlər. Onlar anadan gəlmə hamam nədir, ondan sonra əl yüz yumaq nədir bilmirlər. Elə yurt deyirlər, Allah çıxa bilin ki. Üstünü döşəyirlər. Deyərdən, ağaca qayın, ağacı var ha. Bryoz ağacı, onun yapımı. Yarım vəşi yaşayırlar. Ancaq onlarda heyvan olan çoxdur. Heyvanın sayı uzağa yoxdur. Qəbilədə 2 nəfər var. Bunlar babaları uzun olur. Uzu da deyirlər, uzun da deyirlər. Onlar azalıb indi. Onlar dönüblər, müsəlman olurlar. Babaları. İnansan, vagona gaz vururlar. Mıx vururlar yuxarı. Oradan ip asırlar. Hər ikisi petlə qayri penəsi əllərin asırlar, səhərəsən orada. Allah'a duyurlar. Səhərəsən belə əllər göydə. Burada da... İsa kimi də bu, İsa peyğəmbər. Yox, müsəlman olurlar. Müsəlman olurlar. Burada da ev qərduq. Burada da gittim gördüm, orada da əllərini asırlar. Gecəli əllərini asırlar güya. Allah'a duyurlar. Əsli müsəlman olurlar var. O günlər. Müsəlmandan dönən adam ondan din qəbul olunmur. Müsəlmandır, dönüb başqa dinə gedib. Ondan din qəbul olunmur. O dinsizdir. O zındıq diyor. Ərəblə zındıq deyirlər ona. O dinsiz adamdır o. Neyse burada bunlar da o pis fərəslər gəlirlər, onlar çay duzla şirlər. Bizdə duz var mağazində gəlir, alır duzlar, hər bir şey. Biz azad oldu ama işləyirik, maşallah. Deyirlər ki, adam gəldi, geolog gəldi. Bir kəşfiyyata 10 adam lazımdır. Biri mən çıxdım. Kəşfiyyata çıxdım. Gördüm o cemaat içində bir dənə adam var, lotdandır. Goranboydandır. Goranboydun adı nədir? Safı Kürdəndir. Mənimlə bir olub. Bir taydı yox. Mən tanıyıb oldu. Tanıcan gördüm Necəf gəldi. Adı Necəfdir. Gəldi əllə tutduq, tay qucaqlaşmadıq. Qorxuqlar, şifiyon var, adam var burada, agent var. Var, satanlar bilir, biz deyirik, heç kəs görməmişik. Bir-birini satmayaq da. Görüşdük buna. Ondan sonra tay mən simen işindən qorxuram, simen yaman. Qalanları artel işlədilər. Arteldə işlədilər. Ona artel deyirlər. Onlara tay pul yox, qızıl pul verirlər. Qızıl diyor ha. Adı bompuldur, kağızdır. Bu boydana. Biri onun 5 manat. Bir 5 manat. O 5 manat içində manat da var. Ondan sonra ki, orada kartalar var da. 10 qəpik də var, 1 qəpik də var, 5 qəpik də var. Hemen orada. Orada uzun şey verirlər bunlara. Şey uzundur. Bunlar bunu neyini öyle göndermek istəyirlər bura. Bunlar satırlar. 5 manatın biri ya da nədir 20 manata. Bizim puldan. Bizim pula soznak deyirlər orada. Hələlik onların öz pullarında.
Bu isə Soznakdır. 5 manat alırıq, 20 manat veririk. Bir ay bizə bəs eləyir. Ona uzun alırıq şeyi. Hamısı qəpiyləndir. Yağdır məsələn uzun, çörək də uzun, qət də uzun, hamısı qəpiylə. Bir ay dolanma olur. Sonra il yarım 2 il orada oldu. Sonra o da yığışdırdılar. Oldu bizim da Soznak, bizim pul, Sovet pulu. Onlarda o kadar heyvan olmuştu ki, biz gidəndə gördük heyvanları gətirirlər bəri. Sovet tərəfi. Burada ağaclar idi, qırılırdı. Bakı tərəfi çox ağaclar idi. Rusiya tərəfi yaxşı istərdi. Heyvanların sayı yoxdur. Əli bəy Hüseynzadənin o köməyi çox olub. Çox olub. Azərbaycanlara. O böyük adam idi, alim idi. 3-4 yerdə dərsləyirdi. Özünün samolyoti vardı. Əlbəy. Görüşmüşdünüz mü özünlə? Hə. Görüşmüşsünüz? Siz? Yox, yaxın görüşməmişəm. O Türkiyədə yaşayır, Türkiyə. Bir dənə qızı var da indi onun. Bir qızı. Bilmirəm valla. Bilmirəm. Stalin'də bir qızı vardı və Svetlana, Stalin'in oğlu da vardı, doğma oğlu vardı. 22 təvəllüddə. O böyük oğlu vardı, Yağo. O keçmişdi o ilə əsirliyə. Yağo keçmişdi. Əsirliyə keçmişdi? Onu görməmişdim mən, ancaq orada qəzet buraxırlardı. Azərbaycan qəzeti buraxırlardı Berlində. Orada yazılmışdı ki, Yağo da buradadır, Yağo'ya təhviq edirlər, deyir, gedmirəm. Əsirliyə gedmirəm. Qayıtmaq istəmir. Qayıtmaq istəmir. Ancaq Svetlana bizdə məsələn ağzı idi. Orada onunla bir geolog oxumuşdu ya bir yerdə. O danışdı bizi için. Alixanov zadına idi, Kırımlı idi. Kırımlı idi Alixanov. O Svetlana bir yerdə oxumuşdu. Stalin'in qızıyla. Sonra Stalin qızı getdi da Hindiliyə, xəstə Hindiliyə ki, buradan çıxsın da, İsirdən çıxsın. Hindili xəstə idi. Getdi Hindiliyə. Hindilik yəni? Hindistanlı da. Getdi orada öldü o kişi. Sonra gezib çıxmışdı Amerikaya. Sonra mən qəzetdə oxudum. Qəzetdə çıxmışdı o. Deyirlər ki, hansı yaxşıdır? Sovet hökuməti yaxşıdır. Və yaxud da ki, məsələn, kapitalist hökuməti yaxşıdır. Hər ikisindən nifrət edirəm. Svetlana demişdi. 23 təvəllüd idi o da. Bəs mənim bu əsirlikdən qayıtmağınız necə oldu? İkinci əsirlikdən də bu Sibirdən? Sibirdən qayıtmamız belə 6 il çəkdi. 6 il çəkəndən sonra o çıxıyla gəldim, düzdür. Onda qurtarma kağızından almışdım da hər bir şeyi. Ondan sonra gəldim tabi, qayıtmadım da oraya işləməyə. Burada Sibirdə nə işim var mənim? Öz torpağımız yaxşıdır. Ancaq Abakan yaxşı yerdir məsələn, yaşamaq olar. Yəni, bax müəllim, Almanlarda, Amerikanlarda, İngilislərdə əsir oldu, əsir həyat. Yox, onlarda əsir öz yerlərində olmamışam. Əllərində olmuşam. O vaxtı Amerikanlar çox belə demokrat adam idilər. İndi məsələn, devlətin siyasəti başqadır. Qrajdan cəmaatının içərisində o devlət afserlər idilər. Afserlər yaxşı adamlar idi o vaxtı. Roosevelt'in vaxtında. O vaxtında onda İngilislər şikayət edirdi. Biz üçün də danışırlardı da. Bizə deyir 15 min verirlər, Amerikanlar 25 min alırlar. Pul əskərlikdə. O da eləncik. Bax müəllim, sonradan gəldiniz burada ailə həyatı qurdunuz. Sonra gəldim, həyat qurdum burada, ailə həyatı qurdum. Evlatlarınız, nəvələriniz barəsində məlumat verin. Nəvələrimiz var, şükür Allaha.
Biri Qafqaz instruktoru. Onun oğludur. Ondan bir obursu da gel, üniversite okuyor, kişi. Ondan sonra tabi böyük nəvəm yoxdur, qız var. Okuyor, Bakıda okuyor. Sərgilenmeyle qurtarır məktəbi. Burada getdi Bakıda okuyor. Burada kızlarım var hamısı. Bax müəllim, bu bayram yaxınlaşır da, bu indi qeyd edəcəklər, gənclərimiz hamısı baxırlar. Onlara nə demək istəyirsiniz? Yəni nə məsləhət vermək istəyirsiniz? Onlara məsələn can sağlığı hamısına, bütün nəinki öz nəvələrimə, bütün millətin mənim nəvələrimdir. Bütün millət mənim nəvələrimdir. Sağ olsun prezidentimiz. Valla mən yaltaqlıq eləmirəm. Allah deyir ki, devlet başçısını biz gönderdik. Biz gönderdik. O icra edir, öz vəzifəsini yaxşı icra edir. Allah onu bizim üstümüzə əsdik eləməsin. O kişi yaxşı kişidir. Yoldaşı da çalışır, kız da çalışır. Hamısı indi müharibə şəraitində yox da. Müharibə şəraitində yaşayırıq. Biraz qıtlıq dolar, çətinliklər, çox görmüşük çətinliklər. Qabaq elə 2 ildən bir aclıq olardı. O vaxt Stalin vaxtı. Heç kəsin əlaqəsi yox idi, gel yox idi. Aclıq olurdu, cəmaət qırılırdı azından. Valla çay tapırdıq, qət tapırdıq. Ondan sonra çörək tapırdıq. Çörək üstü baş yerde olurdu. Şimdi şükür Allah'a, her bir şey oldu da. Mən nəyə inciyərəm ki? Ancaq cavan diyorum. Cavan olsaydım mən çox yaxşı, mən üçün yaxşı olardı. Çok yaxşı olardı. Azad yaşayardım. İndiki cavanlar məsələn, nə razılıq edirlər, çoxsa işsizlər məsələn, nə razılıq edirlər, işləmək istəmirlər. Yox. Yox. Mən bildiyim qədər bu Almaniya hökuməti tərəfindən sizi axtarırlar, nəsə belə bir şeylər varmı mənim? Ne bir şey var bende, ne bileyim, dedi deyə bilmərəm. Axtarırlar indi. Axtaran tapar da, axtarsın tapsın da. Baxın müəllim, o müharibədə olan zaman siz özünüzə mən bildiyim qədər söz vermişdiniz ki, yəni oradan sağ gəlsən və yaxud başqa. Yoxsa əvvəli orada o minbəri çox istəyirdim mən. Orada biz 6 yaşında sinə vururduk minbərin yanında. Uşaqlar. Sonra komsomolçular yığılırlar, deyirlər ki, minbəri sökə gün. Minbərini sökürsən, abidət də qoyğasın da. Söktülər minbəri. Təmiz sındırırlar, dağıtlar, haratlar bilmirəm. Sonra o minbər sökən 3 nəfər idi. Birisinin gözləri kör oldu ikisinin də. İki gözləri kör oldu. Kör qaraş deyərlərdi. Gözləri kör oldu. Biri Alxas oldu. Alxas komsomolçuydu. O komsomolçunun ürəyə gedirdi. Ürəyə gedirdi. Birdən elə belə oturduğu yerdə qalxırdı yuxarı. Qalxırdı. Hay, sənin bacın, mənim bacım, belə şey eləyir, qaşardı. Kimin yazığı gəlsəydi, ona biriskan su verirdi. Biriskan su verirdi, o dincəlirdi. O Alxas da eləncik oldu, minbər sökənlər. Birisi də sıralı öldü. Ondan sonra... Siz yəni müharibədə... Yox, müharibədə yox, onun uşaq vaxtı. Yəni söz verdiniz ki, onu bərpa etdi. Müharibədə isə onu mən söz verdim minbəri. Bir də ki, o nəzdirmiş Kərbalaya, onun haqqında öz zəhmətimlə göndərim Kərbalaya. Öz zəhmətimlə. O qızını yox. Qızını beşliydi, ona vermişlər. O, nədir, minbəri nəzir edim. Minbər qalmışdı elə. Allah rəhmət eləsin, burada axımımız vardı bizim, Elşad. Elşad mənə deyir ki, elə qalmışdı. Mənə kömək eləyən lazımdır, bir göstərmə filan lazımdır. Mənə axım deyir ki, ay Malik dayı, minbəri düzəlmək üçün adam var.
Sən düzəltmək istəyirsən öz puluna, dedim hə. Özüm ildə pul alıram, getirilməz alıram. 2000 pulun nəsə düzəltdim, verdim. Günləri düzəltdirdim. Bakıda işlədilər yanımda, hər işlər. Özünə düzəltdilər. Qoymuşum meşədə, meşənin içərisində. Çox Azərbaycanlı mı elə ölübdü, yəni o öldürülübdü? Bu Xarkovda, hətta lagerdə adam ölürdü. Səhər görürlər ki, qəlləti yoxdur. Hamısını insanlar kəsirlər. Yeməyə, yemək üçün. Ancaq insan əti yeməmişəm. Yeyirlərdi. Yiyənlər var idi. Acından yeyirdi. Əsas məsələn, mən cavanlara tövsiyə edirəm həmişə məclislərdə. Paprozda kənar olur siqaretdən. Siqaret adamı düşmana boyun əydirər. Düşmana boyun əydirər. Paproz çəkənlər əksəriyyəti qırıldı, öldü. Ulan yerdə ha. Uşaqdır. Yəqin o insan əti yeyənlər də o paproz çəkənlər. İnsan əti yeyənlər də var. Ondan sonra o dadı, o bir dadı quruşqa norma verirlər ha. Normanı verirdi bir dənə siqaretə. Özü ac qalırdı. Çəkirdi, paproz alırdı bir dənə siqaret dadı parçası baxırkən, bir dənə olacaq sok, onu tükür çəkirdi. Ancaq özü ac qalırdı. Bax, cavanlara onu tövsiyə edirəm. O müəllim çox maraqlıdır. Ən ağır işgəncəyə kimin əlində olanda məruz qaldınız? Bu ingilislərdən mi, italyanlardan mı? Bunlar bir-birinə fərqi nə idi bunların? Nevislərdə işgəncəyə qalmışım. Ancaq işgəncə əvvəlsizdə işgəncəyə qalmışım. Sonra isə məsələn, legionda olandan sonra tabii yox, onda yeməklər verirlər. Ancaq yeməklərini də yemişik. Yeməkdən öz biznetdən, Sovetiyetdən, kolxozun yeməyi etdən. Ancaq bir dənə əmid olmuşuq olan başına vurmağa. Toppuz olmuşuq. Onlar başa düşmürlər. Biz hara geçdik, partisanlarla bir yerdə olmuşuq. Yemək içmək biz partisanlarla bir yerdə, İtalyada. Bax müəllim, deyirsiniz insan əti yemədim də, ətrafınızdakılar çoxmu yerdilər bu insanlarla? Çox yeyiblər. İnsan əti çox yeyiblər, çox adamlar ölüb. Öldü, insan əti yeyənlər öldü. Paprika çəkənlər öldü. Paprika çəkməmişəm. Çox dəyişik. Bəs bu Hitlerlə bağlı nəsə bir xatirəniz varmı, yəni belə bir? Hitlerdən özüm mən görməmişəm, nə bilərəm. Ancaq deyirlər ki, Krıma gəlib. Krıma gəlib müharibəyə. 3 dəfə, 4 deməli. Krıma gəlib müharibəyə. Özüm nə bilim ki, özüm görməmişəm. O uzaqları, partisanları tuturlardı. Azərbaycanlara da qoşurlardı onlar. Qoşulmuşlar. Onlar içində tuturlardı. Azərbaycanda o içində. Onları edam edirlər, asırlardı. 7-8 dənə adam asırlar göydən. Bir yerdə məsələn asırlar, sürəm, asırlar. O görmüşəm. Mussolini idi asmışdılar da o vaxtı. Mussolini? Bəli, öldürüb asmışdılar. Bilmirəm sən, onu mən deyəmmərəm ki. Asla onu da görməmişim. Ancaq partisanları asırlar demişlər. Azərbaycanda asılmağa içərisində. Heç kəs yaxın gedmir qorxusundan. 2 gün, 3 gün qalırdı orada. Təhqir edirdilər meydanda, səhv eləmirəmsə, daşlayırdılar. Məsələn, gəlirdi almanlar, bu günləri məsələn bıraxırdıya, alıblar buranı, aldılar. Səhər görürlər ki, 5 də yoxdur buradan. Almanlar tutublar. Kim tutub, çağırırlardı cəmaatı, cəmaat boyun alırdı. Onu görə asıl cəmaat asırlar. Bu əsir düşərgələrində heç qadınlar zat olurdu mu? Yəni onlara necə işgəncəyə məruz qalırdılar? Yəni? Qadınlar, Azərbaycanlı qadınları mən əsl lagerdə görməmişəm. Ancaq Gəncədən vardı, bir nəfər həkim idi. O öz sevgilisi tapmışdı orada. Orada qadın da sanitarmış, evlənmişdilər.
Qadın əsir düşmüşdü. Əsir düşüyor o da. Mən neynəsin əsir düşüyor? Sizin belə əsirlikdə başınıza belə maraqlı hadisə zad gəlməyib ki, bu Kur'an. Axırında qaldım. Axırında qoydular bizi. Axırında qaldım. Hər tərəfdə mühasirədə qaldım. Onda dedilər ki, valla dəqiq deyənmərəm, mən dedilər 200 min adam axırında qaldım. 200 min adam. Satılmadı bizi, satmışlar. Kim satmışdı? Bax, bəyəklarda qeyd elədiniz mənim o vaxtı. Yəni bu 200 min adamı kim satmışdı o vaxt? Onu mən, hatta ofisirlər, marşallar, hədəyi o, nədər deyim mən, bilə bilməm. Hansı marşal satıb. Ancaq bunlar satmışdı Əvvəsifdə. O nədir? Vlasov. Vlasov satmışdı ki, onlardan da məsələn qoşun düzəlmişdi. Yəni mən bizi əsir tutular. Kuristlər özləri mən bir kere bir kızdan soruştum. Dedim siz için Sovyet hükümeti yaxşıdır ya Alman hükümeti yaxşıdır. İkisine de nefret ediyorum. Fransız kızıdır. Biz özümüz devlet olmalıyız. Biz özümüz bile devletiyiz ya. Niye mesela Sovyet hükümeti bize devletlik eylesin? Yani Germaniya devletlik eylesin. Biz özümüz elə devletiyiz ya. Ermənilər az idi əsirlikdə. Gürcü də az idi əsirlikdə. Ona görə ki, əsas müharibənin gidişatına Azərbaycanlılar basmışlar. Kırımda gedirdi müharibə. Azərbaycanlılar paraxotlarda boğuldu. Bomba ilə tökdülər. Ondan sonra dənizdə boğuldu. Hamısı Azərbaycanlılar oldu. Bax müəllim, indi belə bir fikirlər var. Bu Düdəngi Niskinin bunlara Almanlara satılması ilə bağlı fikirlər səsləndirirlər ki, güya elə onlar Almanlara qulluq eləyirlərmiş, əsir düşməyiblər. Yəni bu fikirləri ümumiyyətlə necə münasibətiniz? Düdəngi millətini, öz millətini saxlayıb. Əsir düşübdü o da. O da əsir düşüb, ancaq çalışıb ki, milləti çatdırsın sağlam. Sağlam versin milləti Amerikaya. Sağlam versin, millət gəlsin Siriyə. Onu çalışıb. Sonra zaten yani bir nəfər mənə rast gəldi zaten. Yani naftalanda. Dəstə olurdu. Yoxsa? Olurdu yox. Böyle kömək həmişə kömək olmuşdur. Azərbaycanlılar. Vətən başqadır. Vətən çox şirindir. Şərmindindən bülbül həsrət çəkər baxsa günündə. Neden sen? Vətənpərvər olmuşuq biz vətənpərvər olmuşuq, vətəni sevmişik. İndiki cavanlar gedirlər, vətəni sevmirlər. Bunlar mal sütü əmmirlər hamısı. Ana sütü əmmirlər bu yazırlar. Odur ki, bunlar vətəndən qaçırlar. Harada otlar var, oraya qaçırlar. Vətəni buraxmaq olmaz. Acda qalsın, vətənində olmalısan. Toxta qalsın, vətənində olmalısan. Heç demirdilərmi ki, müəllim, bax sizə ki, siz məsəl üçün əsir düşdünüz, siz məsəl üçün satmışsınız da, belə bir əks münasibət görmüşdünüz. Buradan biri incirlər də. Cəmaat da pis baxırdı. Cəmaat pis baxırdı ki, bunlar vətəni satırlar. Amma başa düşmürlər ki, nə tər olub, nə olub. Görmür baxın, ağaysın. Görmürlər axı. İnsan da vətən satar. Öz Azərbaycan vətənimizi çox sevmişik ya. Plan verilir məsələn Gürcüstana 1000 nəfər adam göndər. Əsrlərdə. Əsirlərdən? Əsirlərdən yox, əskərliyə. Gürcüstan Gürcülərdən çox, Gürcü böyük respublikadır. Onlardan göndərdi 300 nəfər, getdi yüzünü Azərbaycanlı. Gürcüstan Azərbaycanlıları. Qocalara da göndərirlər fronta. Bax müəllim, bax bu yaxınlarda zatda, yəni ümumiyyətlə o əsirlik həyatı yaşadığınız şəxslərlə kimləsə qabaqlaşmısınızmı, əlaqə saxlayırsınızmı hansındansa?
Yox, heç kəslə əlaqəmiz yoxdur. Hamısı ölü. Dostunuz var mı? O vaxt bir dostunuz vardı. Bəxtlar qeyd elədiniz adını. Vardı Azərbaycanlı, indi hamısı ölüb gedib, mən qalmışam. Pusundan vağonun divarını yalamışam. Qış vaxtında bizə Sibir aparanda peş veriblər, odunsa balta verməzlər, onlar görməyə. Balta olmaz. 3-4 metrelik ağacları beləncə gətiriblər. Qafan rayonundan bir nəfər var. Heç mənim onun dostluğum yox idi, ancaq xətrimi çox istəyirdi. Adı Əbil idi onun. Qafandan idi. Mən qətiyyən qoymazdı mənə bir əlmişə vurmağa. O qoça oğlan idi. Sındırır zadı, nədir, dəmir tapdı bir də getdi. Qoyurdu peçə. Sibirə gidiyordu də bir. Yəni oradan mən bildiyim qədər bir dostunuz oldu, onu gətirmişsiniz özünüzlə bu. O kim idi mən? O Astardan idi. O Astardan idi. Kemirov'da bir dənə vardı, mənlə, o Astardan idi, Giləşarandan idi. Bunlar mənə üçün danışdı ki, biz 2 qardaş idik. Biz də çörək yemirdik, lökü yiyirdik. Dügündən pişməsini çörək yedirdik. Bir oldu ki, gəldik əskər, mən çörək yedim, o isə xəstələndi, lökü gidi xəstələndi, çörək gidi xəstələndi, mən xəstələnmədim, adı Əjdər idi. Bir ildir gəlmişik, biz indi lagerdən çıxmışıq, orada dəqiqətdən çıxmışıq, nə əziyyətdən çıxmışıq, evə məktub yazmır. Bu adam, bunun güya bir adaxılısı var, nişanlısı var. Bu qorxur ki, nişanlım ərə gedər də. Sonra mən bundan öyrəndim, irabət başlaydı. Bütün adresini öyrəndən sonra bir də məktub yazdım. Sevgilisine. Evlərinə. Bu məktub gəldi. Bunun qardaşından məktub gəldi. Məktub gəldi. Bir ildir getmişik. Məktub gəldi, adaxılısı gözləyir falan. Giləşarandandır. Ondan sonra bu hərəkət sürgündə bir nəfər, 6 nəfər Astardan vardı. Herkesten birbirinden tanış olur, dost olurdu. Sonradan Astardan oğlan vardı, Zeynullah. Ev çıktı, onunla kaldı o. Böyle oldu ki, o Astar'a gitmedi. Geldi burada, benim komşum var. Burada ev vardı, köyüne ev. Onu aldı, Allah'ın işitti. Onu aldı buradan, sonra onu tikti. Tikti kaldı. Şimdi 3. dönemde gidip o adam. O da yaşlanmıştı. Ve komşu şeklinde yaşadınız. Komşu. Bir şey de soruşum da sizden. Əsirlikdə olarkən bu bədəninizə zada hər hansı bir işgəncə, bu elə tok vursunlar və başqa bir şeylər. Damğa vurma. Damğa mesela. Damğa deyirlərdi. Hamamda çiməndə fikir verirlərdi. Bu kürəkdə vardı damğa. Bilməndə yox, başqalarında olub deyir. Görməmişim o, kimə vururlar. Damğanların aqibəti necə olurdu müəllim? Bax, nə edirdilər bunlar? O vaxt tutublar sırada, gülləliyiblər, aparırlar, işləyirlər. Hatta komuda işləyirlər, işlədiblər. Qalanları yox, qalanları incəməndilər. Burada bizə sən işçi yox idi, gelmirdi Sibirə. İndi gediblər, pul verirlər, gedirlər. Bizi aparırlar orada işləməyə. Görəvədə işlər, kimi agronomdur, agronomluq aparırlar. Kimisi meşə ağac kəsir, kimisi heyvandardır, heyvanla məşğuldur. O beləncə. Qardaşım, belə o qardaşım gelmişdi, əskər, kadrovik vaxtı. Belə oldu ki, qalmışdı yarım il. Sarmağa müharibə başladı. Müharibə başladı, onda Finlandiya ilə müharibə oldu. Finlandiyada Mannerheim xətti vardı, nə vardı? O xəttin zadını verdi, kartasını demişler verdi Sovyet'e.
bizimle alakadar ettiler. Öyle sonra bizden ne kadar gitti film bizimkiler falan diye aldılar. Yoksa bilebilirlerdi falan diye. Qardaşınız da həmin vaxt əsgərlikdə? Kardeşim yok oldu orada. İşkin düştü. Ne ölüsü ne dirisi. Haber geldi ki anda işkindi. Kardeşim işkindi. Sonradan kardeşimi esirde aktarsaydım tapardım. Yüreğinemedim uşaqlıqdan. Uşaq idim, ağlım gəlmirdi. Aktarsaydım siyahı vardı da esirliğinde. Belki de o Vlasov'un armasına kesip armasına Vlasov kesildi. Axtarmadınız. Aktarmadım. Orada gazetede yazdılardı ahırda. Kim qonlara istəyir? Bir də bayaqlar dediniz bu Stalinin qızı ilə bağlı sizin dostluğunuza nəsə deyirdilər, nəsə danışırdı. Stalin. Nə danışırdı məsələn? Stalin kızı. Bəli, qızı ilə bağlı. Kısa o bizde ben sürgün olanda bir tane mən yaşlı ile zat vardı. Geolog vardı. Bəli. O Moskvada okumuştu. Likhanov zatdaydı. Kırımdaydı. O dedi ki Stalin kızına bir de okumuşam. Bəli. Nə danışırdı? Onunla bağlı, onların ailəsi ilə bağlı. Onların ailesiyle bağlı vallahi o kızdan bir söz danışmadı. Ancak sonra işittim ki kıza deyirlər ki Sovet hükümeti yaxşıdır, kapitalist devleti yaxşıdır. Deyir, her ikisinden nefret edirəm. Stalin kızı deyib. Həm oğlu deyib, oğlu da deyib də elə bilir. Oğlu yok, oğlu o Yavgo gelmedi. Deyirlər, ona gelmedi. O qayıtmadı. Böyük oğlu, böyük oğlu. Burada deyirlər, nə bilim, generalla dəyişilmək istədilər, nə ayırdılar. Burada danışdılar o vaxt. Bəli. Belə bir söz oldu. Amma qaldı da o. Ancaq mən eşitdim ki, özü gəlməyib. Özü gəlməyib, özü qalıb. Mən gözümlə görməmişəm bu zaman. İşitdiyimi deyirəm. Azərbaycanlardan qalan olub, məsələn, Fransada. Orada Lyon şəhəri var. Orada qalan olub. Fransada. Əsirlikdə qalıblar, gəlməyiblər də. Gəlmirlər. O, İtaliyada olub. İtaliyada qalan olub. Təklik olub, az adam olub. Amma siz? Biz ise kalmışıq. Sonra bir yerde rast geldi mənə, bir kadın yaxınlaşdı mənə. Onda uzaqdaydı. Ben Balkan ülkelerinin hasıdır. Ben tutmayayım. Slavyaniydi, Slavyanka dedi. Dedi, zaten tanırsan Mikhailo'yu. Dedim, haradadır Mikhailov? Dedim, haradadır? Görmek isterim bak ben. O gelmesem dolarla, elegamiz var da, danışırıq. Dedi ki, sabah gelecek. Sabah gelecek. O sabah da bizi koymadı oradan. Kalkıştılar oradan. Ancak bir yerde olduk. O da elə yemək işte Udine şehrinde. İtalyanın Udine şehrinde. Elə böyle makaron zakas vermişdi yemeğe. Zakas verirsen pişirip getirirler. Getirirlerdi. Gördüm bir nefer adam oturup orada. Ancak o diyor, Mikhailov tanıyorum da. Görsem tanıyarım. O diyor başka bir adamdı. Mən dedi ki, Nemes'le tanıştı mənə. Dedi ki, sen Nemes'sen ya Azerbaycanlısan. Dedi ki, Azerbaycanlıyam. Dedi ki, belki sen Nemes'sen Azerbaycan'da olan Nemes'lerden. Fikir verir de görüm Azerbaycan'a yaxşı danışmam bak. Dedim, yok, temiz Azerbaycanlıyam. Onların fikri mənə uğramaqmış. Oradan ha. Nemis bilirlər, Nemis'də bak. Görürlər, yok, Nemis diyorum. O Sivdaliya şəhərində. Sivdaliyada, Udine'də olmuşam. Əsrlərdən çox bizdən qabaq çox gülləliyiblər. Acılıqla qırılıb, bulduzlara verirlər cəmaatı. Tökürlər artlara, qırılıb üstünü bastırırlar.
Diri-diri, yəni yoxsa? Diri, ölü. Yoksa hamısı ölü kimi ettiler. Halımız yok idi ki. 5 metre öne girebilmirdik. Bizi oynadılardı sonra. Birisi yerdi oynuyordu eski böyle. Uşak gibi. Oynadın mı?